bir günahkar deyir gəldi Həzrət Əli əleyhissalamın yanına. Dedi, ağa, mənə günah eləmişəm, həddi nədirsə onu cari elə. Mənim şəriətdə cəzam nədirsə onu mənim üçün elə. Ağa dedi ki, get, ola bilərsən səhv edirsən. Ağa, yox, mən səhv eləmirəm. Həzrət Əli əleyhissalam yenə bunun fikrini yayındırdı. Bir neçə dəfə bu günahkar şəxs gördü ki, yox. Əli əleyhissalam gördü ki, yox, günahkar şəxs israr edir. Deyir ki, ağa, mənim axirət əzabına taqətim yoxdur. İstəyirəm mən yəqinən bilim ki, günahımın cəzasını mən burada aldım da axirətdə heç nə olmayacaq. Mən yəni bağışlandım. Ağa deyir, göstəriş verdi. O cəza tətbiq eləmək üçün yeri hazırladılar. İzn istədi, icazə istədi. Ağa, icazə verirsən 2 rəkət namaz qılım. Buyur, qıl. Qıldı, deyir, qutarandan sonra üzün qoydu torpağa. Əli əleyhissalam da dayanıb başının üstündə. Baxır buna. Gözəl bir münacat elədi. Dedi, ilahi, bu Əli ki, sənin peyğəmbərimin vəsisidir, dayanıb hal-hazırda mənim başımın üstündə, istəyir məni cəzalandırsın, mənə söz ver. Əli ki, məni vuracaq, cəzalandıracaq bu dünyada, day mənə axirətdə əzab verməyəcəksən. İlahi, mənə söz ver ki, qiyamətdə day mənə əzab verməyəcəksən. Bu münacatı elədi, Əli əleyhissalam deyir, baxır buna, ağanın gözlərindən yaş axdı, başladı ağlamağa. Deyir, bu münacatı eləyəndən sonra qalxdı ayağa, ağa ağlaya-ağlaya bastı bunu bağrına. Dedi, get. Dedi, ağa, hara gedim axı, sən mənə şəriətin cəzasını verməlisən. Dedi, o kəsə ki, Əli əleyhissalam baxdı, o kəsə ki, Həzrət Əli əleyhissalam göz yaşı axıtdı, day onun cəzası götürürlər. Bir kəsə ki, ağa lütf elədi, baxdı ona, ürəyi sındı.